Hər vaxtınız xeyir əziz şagirdlər. Biz bu gün çevrə mövzusunun izahına baxacağıq. Deməli, çevrə nədir? Çevrə müstəvi üzərində götürülmüş hər hansı bir nöqtədən bərabər məsafədə yerləşən nöqtələr çoxluğu çevrə adlanır. Yəni müstəvi üzərində götürülmüş hər hansı bir nöqtədən bərabər məsafədə yerləşən nöqtələr çoxluğu çevrə adlanır. Bura olsun A, bura olsun B, burada olsun C. Bura isə çevrənin mərkəzi nöqtəsidir. Deməli, bura çevrənin radiusudur. Keçək digər anlayışımıza. Digər anlayışımız nədir? Vətər. Vətər nədir? Çevrənin hər hansı bir iki nöqtəsini, bura olsun A nöqtəsi, burada olsun B nöqtəsini, çevrənin hər hansı bir iki nöqtəsini birləşdirən düz xətt vətər adlanır. Deməli, vətər adlanır. Mərkəzdən keçən vətər diametrə bərabərdir. Yəni, ən böyük vətər elə diametrdir. Bura R-dir, bura da R-dir. Diametr isə 2R-ə bərabərdir. Yəni, diametri taparkən biz radiusu 2-yə vuracağıq. Diametr bərabərdir 2R-ə. Digər anlayışımız qövs anlayışıdır. Qövs nədir? Çevrənin hər hansı bir iki nöqtəsi arasında, bura olsun B, burada olsun M, hər hansı bir iki nöqtəsi arasında qalan hissə qövs adlanır. Qövs özü iki cür olur. Minor qövslər və major qövslər. Minor qövslər dərəcəsi 180 dərəcədən kiçik olan qövslərə minor qövslər deyilir. Dərəcəsi 180 dərəcədən böyük olan qövslərə major qövslər deyilir. Bizim bu çevrəmizdə minor qövsümüz A, M, B qövsüdür. Major qövsümüz isə, bura bir N desək, A, M, B qövsüdür. Sonra keçək dairə anlayışına. Dairə nədir? Dairə ilə çevrəni qarışıq salmaq olmaz. Dairə içi dolu çevrədir. Yəni, dairə sahəyə malikdir. Çevrənin isə sahəsi olmur. Dairənin uzunluğu olmur, ancaq çevrə uzunluğa malikdir. Keçək digər izahımıza. Digər izahımız nədir? Toxunan və kəsən anlayışı. Deməli, baxaq, toxunan nədir? Toxunan, çəkək bir dənə, çevrə. Bu isə, yəni çevrəyə bir nöqtədən toxunan düz xətt toxunan adlanır. Toxunanın bir qaydası var ki, toxunan radius, yəni radius toxunana, toxunma nöqtəsində perpendikulyardır. Yəni, bunu yadınızda saxlayın. Radius toxunana, toxunma nöqtəsində perpendikulyardır. Baxaq kəsənə. Kəsən nədir? Çevrəni kəsən düz xətt kəsən adlanır. Yəni, çevrəni iki nöqtədə kəsir. Əgər çevrəyə iki toxunan çəkilərsə, nə baş verər? Baxaq ona. Deməli, bu olsun bizim çevrəmiz. Bu da olsun bizim toxunanlarımız. Deməli, bura olsun A, bura olsun B, burada olsun C. Bir nöqtədən çevrəyə iki toxunan çəkilərsə, bu toxunanların uzunluqları bir-birinə bərabər olar. Yəni, AB bərabər olacaq AC-yə. Bura bizim mərkəzimizdir. Bura bir radiusumuzdur. Yəni, radius toxunana, toxunma nöqtəsində perpendikulyardır. Radius toxunana, toxunma nöqtəsində perpendikulyardır. Toxunanların kəsişmə nöqtəsindən çevrənin mərkəzinə qədər çəkilmiş düz xətt tənbölən adlanır. Yəni, bu alfa, alfa. Bura bizim tənbölənimizdir. Bura alfa, burada beta desək, burada olacaq beta. Yəni, bura kimi hər şey aydındır. Sonra keçək digər anlayışımıza. Bizim digər anlayışımız nədir? Deməli, əgər çevrəyə eyni uzunluğa malik iki vətər çəkilərsə, yəni çəkək. Tutaq ki, bu bizim çevrəmiz, bu olsun çevrəmizin mərkəzi, bu olsun bir vətərimiz, bu da olsun digər vətərimiz və uzunluqları bir-birinə bərabər olsun.
Bura olsun A, bura olsun B, bura olsun C, burada olsun D. Bura bir M deyək, bura bir N deyək. Əgər çevrəmizdə vətərlər bir-birinə bərabərdirsə, onda bu vətərlərin söykəndiyi qövslər də bir-birinə bərabərdir. Yəni AMB qövsü bərabər olacaq CND qövsünə. Burada aydın oldu hər birimizə. Keçək digər anlayışımıza, yəni digər izahımıza. Bucaqları tapaq. Məsələn, iki toxunan arasında qalan bucaq necə tapılır? İki toxunan arasında qalan bucağı necə tapırıq? İki toxunan arasında, bura olsun alfa bucağı, A, B, C. Bura olsun M, burada olsun N. İki toxunan arasında qalan bucaq alfadır. Alfa bərabərdir. Böyük qövsdən kiçik qövsü çıxıb yarıya bölürük. Yəni BMC qövsü çıxılsın. BNC qövsü bölünsün 2-yə. Yəni iki toxunan arasında qalan bucağı taparkən biz bu düsturdan istifadə edəcəyik. Keçək iki kəsən arasında qalan bucağı tapaq. İki kəsən arasında qalan bucaq necə tapılır? Bu bizim olsun kəsənlərimiz. İki kəsən arasında qalan bucaq, bura olsun B, bura olsun C, bura olsun M, burada olsun N. İki kəsən arasında qalan bucaq necə tapılır? İki kəsən arasında qalan bucaq buradır, alfa deyək orada. Deməli, biz buranı taparkən alfa bərabərdir. Yenə böyük qövsdən kiçik qövsü çıxacağıq, böləcəyik yarısını, yəni 2. BMC qövsündən çıxırıq. DNF qövsünü bölürük 2-yə. İki kəsən arasında qalan bucağı taparkən bu düsturdan istifadə edəcəyik. Keçək bir toxunan və bir kəsən arasında qalan bucağı. Bir toxunan və bir kəsən arasında qalan bucağı taparkən nə edirik? Bu olsun bir toxunan və bir kəsən arasında qalan bucaq. Bu olsun A, B, C, M, N. Yəni bura alfa bucağı. Biz bu alfa bucağını taparkən yenə eyni qayda ilə BMC qövsündən BND qövsünü çıxırıq və 2-yə bölürük. Yəni qövs BMC-dən çıxırıq BND-ni bölürük 2-yə. Yəni bir toxunan və bir kəsən arasındakı bucağı taparkən böyük qövsdən kiçik qövsü çıxıb yarıya bölürük. Keçək digər izahımıza, yəni mərkəzi bucaq. Mərkəzi bucaq nədir? Gəlin bir mərkəzi bucaq çəkək. Bu bizim çevrəmizdir. Bizim mərkəzi nöqtəmizdir. Mərkəzi bucaq budur. Bura bir alfa desək, yəni mərkəzi bucaq söykəndiyi qövsün dərəcəsinə bərabər olur. Əgər bura alfadırsa, bura da alfadır. Mərkəzi bucaq özü nədir? Təpəsi çevrənin mərkəzi üzərində olan, tərəfləri isə radiusa bərabər olan bucaq mərkəzi bucaq adlanır. Və mərkəzi bucaq söykəndiyi qövsə bərabər olur. Yəni bura alfadırsa, bura da alfadır. Digər anlayışımız daxili bucaq anlayışıdır. Daxili bucaq nədir? Bir daxili bucaq çəkək. Daxili bucaq təpəsi çevrənin üzərində olan, tərəfləri isə çevrəni kəsən bucağa daxili bucaq deyilir. Daxili bucaq söykəndiyi qövsün yarısına bərabər. Yəni bura alfadırsa, bu qövsümüz 2 alfaya bərabərdir. Sonra keçirik digər anlayışımıza. Digər anlayışımız nədir? İki kəsişən vətərlər arasında qalan bucaq necə tapılır? Bu olsun bizim çevrəmiz. Bu da bizim iki kəsişən vətərlərimiz. Bura olsun A, bura olsun B, bura olsun C, bura olsun D, bura N, burada M. Məsələn, bu alfa bucağını tapaq. İki kəsişən vətərlər arasındakı bucağı biz taparkən DMB qövsü ilə ANC qövsünü toplayıb yarıya böləcəyik. Yəni necə? Alfa bərabərdir DMB qövsü üstə gəlsin
ANC qövsü bölünsün 2-yə. Yəni iki kəsişən vətərlər arasındakı bucağı taparkən biz bu düsturdan istifadə edəcəyik. Keçək digər anlayışımıza. Digər anlayışımız nədir? Belə bir şəkil çəkək sizə. Gəlin baxaq, belə bir çevrə çəkək. Yəni hər biri, yəni eyni qövsə söykənən bütün bucaqlar, bütün daxili bucaqlar deyək, bir-birinə bərabərdir. Gəlin baxaq. Bu olsun biri. Bu da olsun ikincisi. Daha doğrusu bu da olsun ikincisi. A, B, C, D olsun. Biz görürük ki, ABC bucağı və ADC bucağı hər ikisi eyni qövsə söykənib. Yəni AMC qövsünə söykənib. Deməli, yəni ABC bucağı və ADC bucağı, bucaq ABC və bucaq ADC bir-birinə bərabərdir və AMC qövsünün yarısına bərabər olacaq. Deməli, bu qaydanı da bildik. Diametrə söykənən bütün bucaqlar 90 dərəcəyə bərabərdir. Gəlin baxaq. Bu bizim olsun diametrimiz. Diametrə söykənən bucaq 90 dərəcəyə bərabərdir. Bu da bizim bir qaydamız. Gəlin belə bir misala baxaq. Yəni belə bir şəkilə baxaq. Tutalım ki, bizə çevrə üzərində həm daxili bucaq, həm də mərkəzi bucaq verilib. Bu olsun daxili bucaq, bu da olsun mərkəzi bucaq. Belə bir şəkildir. Bizə bu qövsümüzü 2 alfa verib. Düşünək ki, qövsümüz 2 alfadır. Bizdən daxili bucağı və mərkəzi bucağın dərəcə ölçüsünü soruşur. Əgər bizim çevrəmizin, yəni mərkəzi bucağın və daxili bucağın söykəndiyi qövs 2 alfadırsa, mərkəzi bucaqda söykəndiyi qövsə bərabərdirsə, onda bizim mərkəzi bucağımız da 2 alfaya bərabər olacaq. Daxili bucaqda söykəndiyi qövsün yarısına bərabər olduğundan, bizim daxili bucağımız da 2 alfanın yarısına. Yəni, neçəyə bərabər olacaq? Alfaya bərabər olacaq. Bunu da hər birimiz anladıq. Keçək biz digər anlayışımıza. Bizim digər anlayışımız nədir? Deməli, qövsə söykənən, toxunan və qövs arasında daha doğrusu qalan bucaq. Çevrə çəkək. Toxunan və qövs arasında qalan bucaq necə tapılır? Tutaq ki, bizə bu qövsün dərəcəsi verilib. Bura olsun 2 alfa. Toxunan və qövs arasında qalan bucaq, yəni bura, bunların söykəndiyi qövsün yarısına bərabərdir. Yəni toxunan və qövs arasında qalan bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Yəni alfaya bərabər olacaq.